Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz, xoş gördük sizləri. Məşta Kanal Marketə yaxın bir ərazidə Kisot torpaq sahəsinin üzərində belə bir şəxsi tikili həyət evimiz çıxıb satışa. Evin torpağının çıxarışı var, Kisotdadır. Son tamamlanma işləri qalıb. Demək, ev tam hazır vəziyyətdədir. Sadəcə olaraq bayramda belə deyək, hasadlanma işidir, bir də ki, daşı döşənəcək. Yəni, qardaş sırf özü üçün düşüb bunu. Yəni, belə deyək, yüksək keyfiyyətlə lazım olsa, yəni izləyicilərimizə kimsə gəlsə gəlib yerində də baxa bilər inşallah. Belə deyək, bir zal, 2 yataq, bir mətbəx, bir sanitərdən ibarətdir. Qiymət 88 min manatdır. Və fikir verin, 6 qarajlıdır. 6 qarajlı evlər ümumiyyətlə baha olur. Qiymətində fərqlidir. Qardaş siz, yəni reallıq olsa, endirimi də olacaq inşallah. Xəritini göstərək sizlərə. İnşallah keçirik, evin içərisini sizə təqdim edək. Yerdən ən azından gördüyünüz kimi 8 daş kürsüdür. Buraya kombin yeri için nəzərdə tutulub. Və evin arxa hissəsində də fikir verin. Giriş hissəsini sizlərə göstərək. Və qalxaq yuxarı hissəsini sizlərə təqdim edək. Gördüyünüz kimi belə bir koridordur. Və koridordan ayrı-ayrı otaqlar. Zal hissəsidir. Şöyle zal hissəsini göstəreyim sizlərə. Müthiş yatak otaqlarımızda təqdim edək. Burada da yatak otağı, yəni qoşa daşlı, tək daşlı deyil. Burada da eyni şeyleri. Mətbəxini göstərək. Mətbəx də tam hazır, büyük vəziyyətdə. Evin içində son tamamlanma işləri demək var ki, tamamlanır. Xətlərinə qədər atılıb və sağ üzəyini göstərək, içki koldan ibarətdir, fikir verin. Duş kabinəyə qədər qoyulub. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi Məştər Kanal Marketə yaxın ərazidədir. Kisot torpaq sahəsinin üzərində evin torpağının çıxarışı var, sənin paket qeydiyyatı düşmək olur. Şəxsi tikilidir, qiymət 88 min manatdır.